Hacı, dua verin hacı. آمين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات ولا سيما المرحومين المقبورين المبرورين المعلومين وبحق محمد وآله وبحرمة سورة الفاتحة مع السلام. الحمد لله رب العالمين. إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Allah rahmet eylesin. Tahir, bu baştan gidiş şehitlerimiz bir ziyareti bir gider. Gelin biraz yakın durun. Gelin. Ziyaret edin. Aziz iştirakçılar, hörmətli tədbir iştirakçıları. Bugün 3 iyul 2026-cı ildir. Ələmli qəbirstanlığındayıq, Bərdənin Ləmbaran kəndində. Düz 34 il bundan öncə 1-ci Qarabağ döyüşlərində bütün şəhidlərimiz kimi şəhid Mübariz əmi də həyatını vətən üçün, dövlətimiz üçün Qarabağın azadlığı uğrunda canını fəda etmişdir. Bugün şəhid Mübariz əminin anım günüdür. Bura gələn iştirakçılarla gəldik ki, əmmimizin ruhunu böyük ehtiramla yad edək, ruhlarına dualar oxuyaq və bildirək ki, həyatımızın sonuna qədər nə qədər Azərbaycan xalqı var, nə qədər millətimiz var, şəhidlərimiz, qazilərimiz, veteranlarımız və şəhid ailələri millətimizin qəlbində, ürəyində əbədiyyən yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, millətimizə can sağlığı versin. Başlanğıc üçün mən sözü verirəm Ləmbaran kənd Hacı Həmid adına Cümə məscidinin imamı Hacı Əkrəm əfəndiyə şəhidlər haqqında öz fikrini bildirsin, Quran-ı Kərimin tilavətini eləsin. Mərhəmətli və rəhimli Allahın adı ilə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mübariz bizim kəndimizin ilk şəhididir. İlk şəhadət nurunu bizim kəndimizə gətirən şəhiddir. Allah məqamlarını həmçinin uca eləsin. Fərqi yoxdur 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ. Ümumiyyətlə torpaqlarımızın azadlığı uğrunda şəhid olan, qazi olan hər bir kəs bizim başımızın tacıdır. Allah hamısına rəhmət eləsin. Ailələrinə Allah səbir versin. Zaten şəhidlik elə bir gözəllikdir ki, elə bir qürur verir ki, sahiblərinə o qürur bu günlər hiss olunur. Qiyamətə qədər də hiss olunacaqdır. Əzizlətdilər ailələrini, Azərbaycan xalqına sevdirdilər şəhid olmaqla. Allah hamısına rəhmət eləsin, qəbirləri nurla dolsun inşallah. Allahümmə salli alə Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve ma fil ard ve in tubudu ma fi enfusukum av tukhfuhu yuhasibukum bihillah feyaghfiru limen yeşâ'u vallahu men yeşâ' vallahu ala kulli şeyin kadir. نفرق بين أحد سمعنا وأطعنا غفرانك ربك وإليك المصير لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما اكتسبت
ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين صدق الله العلي العظيم شاكرين والحمد لله رب العالمين آمين. اللهم نبر قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بعزة القرآن واشف مرضانا بآيات القرآن وسلم وحجابه. اللهم بلغ وافصل ثواب ما قرأناه من كتابك الكريم وآياتك العظيم هدية منا واصلة لك إلى روح محمد المصطفى صلى الله عليه وآله وسلم وإلى روح المرحوم المغفور المبرور المعلوم مرحومين المغفورين المبرورين المعلومين وبحق محمد وآله وبحرمة السورة الفاتحة مع السلام. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Allah'ım sana rahmet eylesin. Olsun inşallah. Əziz tədbir iştirakçıları, bugün şəhidimizin anım mərasimində şəhidimizin ailəsi Hacı Səlmi anamız və şəhidimizin bacıları, eyni zamanda şəhidimizin qardaşı Muğdət əmi iştirak edirlər. Ailə üzvləri adından mən söz verirəm şəhidimizin qardaşı Muğdət əmiyə. Buyurun. Allah bura gelenlerden razı olsun, öleninize rahmet eylesin. Şehidimizdir, başımızın tacıdılar. Allah bütün şehitlerimize rahmet eylesin. Şükür büyük güne qələbə çaldıq, qələbə ruhu ilə yaşayırıq. Evet. Allah sizə səbir versin əmi. Diqqətimizə çatdırmaq istəyirəm ki, şəhid Mübariz əminin oğlu Faiq Kərimov qardaşımızla Ləmbəran kəndimizin dəyərli xeyrətçilərindəndir. Kəndimizin bütün xeyri aksiyalarında ən öndə olan xeyriyyətçilərimizdəndir. Həm maddi, həm mənəvi dəstək verir. İndi isə mən istərdim ki, Hacı Səlman anamıza söz verim. Buyurun Səlman anamız. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bura gələnlərin də Allah hamısını ölənlər rəhmət eləsin, can sağlığı versin hamısına. Hamısından razıyam, hamısına da minnətdar oluram. Bizim bax bugünkü gündə yaxşı yaşamamız, firaman yaşamamız bax bu şəhidlərimizin, qazilərimizin səbəbinədir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Sağ olun, öpür yerlərinizə. Ben söz verirəm bizim dəyərli saqqallardan olan Ləmbəran kənd bələdiyyəçi Qaraş müəllimə. Buyurun Qaraş müəllim. 92-ci ilin bugünkü günü biz ürək ağrısını xatırlayırıq. 92-ci ilin iyul ayının şəhadətə yüksələn günü mən bu kənd icra nümayəndəsi idim. Siz inanın ki, indi burada o yaşlılardan hamısı bilir, həmən günü kəndə qaranlıq çöktü. İş şəhid gəlibdi. İnanın ki, qaranlıq çöktü kəndə, elə bir qaranlıqlaşdı kənd. O cür bir izdiham, o cür bir şey, yani biz onu gördük, onların biz şahit olmuşuq. Yani o dövrdə mən yaşamışam, onları görmüşəm, biz orada o vaxt yani iştirak elədik, bu cür, yani onu dəfn elədik, yani hamı da görür. Ben ondan sonra bir 15 gün sonra Bəcravan kəndinə kolxozda getdim, yani orada getdim, 3 gündən sonra orada bir şəhid gəldi, Bəxtiyar Əhmədov. O cür, yani orada mən danışıram bunu, indi biraz, belki de qırağa çıxıram. Ondan sonra biz o şəhidi o maşından çürləndə mən çıxanda baxdım ki mənim, çünkü o kadar pisidi ki benim üstüm başım, arbatların üzünün qanı mənim hər yerimi batmışdı qanla. Yani götürə bilmirdi, yani o cürüdür. Ama bu günləri şükür eləmək lazımdır ki, o dövrdə yani Respublika rəhbərliyi yox, məsəl üçün pərakəndəli ordu yox, belə. Bunun kimi könüllü, məsələn könüllü getmişdi Mübariz. Şəhid icradan könüllü gedib orada yüksəlmişdi. Biz onunla bu günləri fəxr edirik. Yani o bir gün rahat yata bilər. Sonradan Ulu Öndər gəldi hakimiyyətə. O ordunu yarattı, belədir. Amma bu günləri ərazi bütövlüyümüz, soyranımız bərpa olub. Yani Mübariz, sen bil ki, sen o şəhid olduğun yerde bir gün Azərbaycan bayrağı dalğanır. Sen yani ona arxayın ola bilərsən. Allah rəhmət eləsin, bacı. Allah bütün şəhidlərə. Allah prezidentimizi canı sağ eləsin, ordumuzu korusun.
Yani bu günler bu anım günündə. Gene buradaki cemaat hamısı mən minnətdaram. Yani sen başını dik tuta bilərsən. Çox sağ olun. Allah əski eləməsin sizdən. Sağ olun. Minnətdarıq müəllim. Allah Taala razı olsun. Şəhid Mübariz əmin həyatda 2 evladı var. Biri Faik Kərimov qardaşımızdır, biri də bacımızdır. Və şəhid Mübariz əminin də kiçik nəvələri var. Allah hamısına ömür bəxş eləsin. Söz verirəm Ləmbəran kənd icra nümayəndəsi dəyərli ziyalımız Yusuf müəllimə. Buyur Yusuf müəllim. Hamını salamlayıram. Bildiyimiz kimi bugün Ləmbəran kəndinin qəhrəman oğlanlarından biri olan Şəhid Mübariz Kərimovun anım günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, Allah ailəsinə səbir versin, can sağlığı versin. Çox şükürlər olsun ki 2020-ci ildə Ali Baş Komandanımızın apardığı uğurlu siyasət nəticəsində qəhrəman qardaşlarımızın göstərdiyi şücaət nəticəsində torpaqlarımız mənfur düşmən tapdağı altından azad oldu. Şəhidlərimizin bugün ruhu şaddır. Bu yolda canından, qanından keçmiş bütün şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirik, bütün qazilərimizə şəfa diləyirik. Bu yolda əziyyəti olmuş bütün insanlara uzun ömür, can sağlığı arzulayırıq. Çox sağ olun. Təşəkkür edirik Yusuf müəllim. Şəhid Mübariz əminin nəvəsidir. Buyur başın odun, sən dinləyirəm baba. Ana 18 il böyütdü oğlun. Vətən 18 ay qoruya bilmədi. Hər gün, hər gecə gözlədi yolun. Oğul bir daha dönə bilmədi. Necə evin çırağı söndü. Çox körpə atasını görə bilmədi. Ananın həyatı zülmətə döndü. Oğul bir daha dönə bilmədi. Allah gələcəyini parlaq eləsin. Allah bala. Gedər, baş Sağ ol, sağ ol. Sağ ol, ağlım. Sağ ol kızım, sağ ol, sağ ol. Burada bizim değerli qazilərimiz, veteranlarımız iştirak edir. İlyas müəllim, zəhmət olmasa gəlin. Əziz tədbir iştirakçıları, bugün bizim kəndimizə qonşu kənd Hacallı kəndindən dəyərli İlyas müəllim buradır. İlyas müəllim elə həm də Ləmbəranlımızdır. Xeyriyyətçi Mədət müəllimin bibisi oldu. İlyas müəllimin qardaşı Şəhid Elxan əmi Azərbaycanımızın ərazi bütövlüyünü canını fəda eləyib və Hacallı kənd tam orta məktəbi də İlyas əminin qardaşı Elxan əminin adını daşıyır. Elə Hacallı kənd sakinlər adından da İlyas əmi elə fikirlərinizi bildirin. Ləmbəran cəmiyyəti adından sizə deyirik ki, var olasınız ki, bugün gəlib tədbirə gözəllik qatmısınız. Buyurun. Sağ olun, çox sağ olun. Mən vətənimizin, torpağımızın uğrunda canını fəda verən, cavan canını fəda verən bu oğulların qarşısında baş əyirəm. O cür oğulları böyüdən anaların əllərindən öpürəm. Sağ olsunlar. Onların fədakarlığı, verdiyi qurbanların hesabını bugün dövlətimiz, torpağımız işğaldan azad oldu. Şükür bu günə. Allah Taala dövlətimizi qorusun. Prezidentimizi, ordumuzu qorusun. Şükür, bugünkü günə yenə baxıb şükür eləyirik. Allah Mübariz qardaşıma rəhmət eləsin. 2 evladı var. Mənim qardaşım subay idi, ailəsini. Bu günlərim elə o balanın o sözlərinə baxıb adam ürəyi yanır. Nə demək olar? Şükür. Bu günümüzə şükür. Bu günümüzə şükür ki, bugün torpaqlarımızı işğaldan azaddı, vətənimiz azad nəfəs alır, insanlarımız azad şəkildə böyüyüb,
dövlətinə, xalqına, millətinə töhfə verəcək. Hə. Mən də Ləmbəran cəmaatına baş sağlığı verirəm şəhidlərinin bugün anım olan mübarizə qardaşımız üçün. Allah ruhunu şad eləsin. Vətən onda vətən olur ki, onun uğrunda can verən oğul olur. Torpaq onda azad olur ki, onun uğrunda canını fəda edən oğullar olur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, əzizlərinə səbir, dözüm arz eləyirəm. Mən də bir şəhid ailəsi, şəhid qardaşı ola bu ağrıların hamısını yaşamışıq. Amma bugünkü günümüzə min dəfə şükür eləyirik. Şükür bugünkü günümüzə. Sağ olun İlyas müəllim, minnətdarıq. Allah razı olsun. Atası, ne anası, ne babası, gözü bir Allah Kərəm əmi, gəlin dəyərli ağsaqqalımız, gözəl insan. 20 yaşından elinin obasının xidmətində olan xeyriyyətçi Kərəm əmi. Xeyriyyətçi Vüqar Süleymanovun, Ana Süleymanovun atası. Bugünkü gün çox ağır gün olub. Bütün Ləmbəran kəndi yasa batan gün olub. Evdən çıxıb mən müharibəyə gedirəm özü. Böyük qəhrəmanlıq. Böyük qəhrəmanlıqdır. Həqiqi mənada mən onu yaşamışam. Qaraş müəllim Sovet sədr işləyirdi. Mən evdən xəlvətçiyə gəldim, paltarımı Sovetdə geyindim, getdim. Az da olsam onu mən dadmışam. Nə qədər ki torpaqlarımız azad olmamışdı işğaldan. Biz utanırdıq ki, hardansan deyirdik Qafqazdanıq. Azərbaycanlı sözünü dilimizə ətirmirdik. Üz qaralığı idi. İndi bu şəhidlərimizin sayəsində biz bu üz qaralığından bizi qurtardılar. Azad olduq. Fəxrlə deyirik ki, biz Azərbaycanlıyıq, biz Bakılıyıq, biz Qarabağlıyıq. Bütün şəhidlərimizin qarşısında baş əyirəm. Allah onların ailələrinə səbir versin, qazilərimizə can sağlığı versin. Da mən nə deyim ki, elə nə varsa deyildi. Burada gələnlərin hamısını öz minnətlərimizdən Səlmi. Adı Səlmi xanım, mənim anamın dayısı qızıdır, elə mənim dayım qızı kimi bir şeydir. Mübariz, çox sağ olsun ki, Faik kimi sənin oğlun var, elə bir qızın var. Başını uzat tut, dik tut ki, sənin ruhunu onlar həmişə şad edirlər. Yadigarlarına mənə xidmət edirsən. Çox sağ ol. Sağ ol, müəllim, minnətdarım Kərəm əmi. Bizim tədbirimizdə canlı əfsanələr, Qarabağımızı döyüşən canlı şahidlərimiz, qazilərimiz, veteranlarımız iştirak edir. İlham əmi, Möhlət əmi. Gəlin bura. Döyüşçülərimiz gəlsin bura, Qarabağ döyüşçülərimiz. Qarabağ döyüşçülərimiz gəlsin. Məhəmməd əmi buradadır. Məhəmməd əmi gəlin sizə. Qarabağ döyüşçüləridir, bizim veteranlarımızdır, dəyərli əmilərimizdir. İlham əmi, Möhlət əmi, Məhəmməd əmi. Buyurun, sözü sizə verim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mübarizə qardaşlar vətənimizin, elimizin, obamızın müdafiəsi uğrunda öz canından, öz qanından keçib. Allah ona qənimlə rəhmət eləsin, məkanı cənnət olsun. Sağ ol İlham əmi, buyurun Möhlət əmi. Allah şəhidlərimizə rəhmət eləsin. Mübarizədə Allah rəhmət eləsin. Buyurun Məhəmməd əmi. Allah mübarizə rəhmət eləsin. Allah səbir versin. Sağ olun. Allah sizə razı olsun. Gəlin siz də danışın əmirə, İlhan əmi, Bala əmi. Gəlin Xan əmi sizə. Gəl sən Rusiyada olanlara adından danış. Gəl Bala əmi. Elə Rusiyada olan bütün xeyriyyətçilər olan uşaqların adından mən də mübarizə Allah rəhmət eləsin deyirəm. Ailəsinə səbir diləyirəm. Bütün şəhidlərimiz Allah rəhmət eləsin. Qazilərə can sağlığı. Təşəkkür edirik. Orxan siz də sağ olun. Xan əmi siz də sağ olun ki, gəlmişsiniz, bugün iştirak edirsiniz. sağ olun, bak onu yarattınız. Bu cəmaatı bura yığmaqda sizin də çox böyük rolunuz var, əməyiniz var, zəhmətiniz var, Ləmbəranda görülən işlərdə. Sağ olun, Allah sizin atanıza rəhmət eləsin. Sizə can sağlığı versin. Sağ olun. Hamımızın borcudur bunun zamanında. Bəli, baş əymək. Bəli, baş əymək bizim borcumuz. Quran-ı Kərimdə Allah deyir ki, ey insanlar siz şəhidlərə ölü deməyin, onlar Allah qatında diridir və Allah tərəfindən onlara ruzi bəxş edilmişdir. Və Həzrət Muhammed Aleyhisselam da deyir ki, vətəni sevmək imandandır, vətəni qorumaq da hər bir vicdanlı şəxsin borcudur. Cənnətdə olanlardan heç kim bu dünyaya qayıtmaq istəməz. Yalnız və yalnız şəhidlər istisna olmaqla. Quran-ı Kərimdə Allah deyir ki, peyğəmbərlərdən sonra ən ali məqam şəhidlərindir. Şəhidlər cənnətdən bu dünyaya təkrar qayıtmaq
təkrar vətən üçün, dövlət üçün, millət üçün, Allah üçün şəhid olub cənnətin ən ali məqamına ucalmaq istəyirlər. Allah Teala vətənimizin ərazi uğrunda canlarını fəda edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, bayrağımız hər zaman uca olsun. Ali baş komandanımız başda olmaqla bütün güc qurumlarımıza Allah qüdrət versin. Ləmbəran kəndində fəaliyyət göstərən, hər bir xeyriyyə cəmiyyətində olan bütün xeyriyyətçilərimizə də təşəkkür edirik. Kənd rəhbərlərinə, müəllimlərimizə, kəndimizin imamına, bütün ziyalılarımıza, ağsaqqallara, hər birisinə minnətdarlığımızı bildiririk ki, hamısı yumru kimi birləşib dövlətimizin, millətimizin ətrafında sıx birləşib ana yurdumuz Ləmbəran kəndinin abadlığında da yüksək səviyyədə xidmət göstərirlər. Hacı, bütün şəhidlərin ruhuna Əl-Fatihə. Elhamdülillahi Rabbil Alemin. İyyâke na'budu ve iyyâke nestaîn. Sıratal müstakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Kul huvallahu ahad Allahu lem yelid ve lem yulad ve lem yekun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Buradan da cəm şəkildə qeyd edirik. Şəhidlər abidə kompleksində ümumi vətənimizin ərazi bütövlüyünə canlarını fəda edən ümumi şəhidlərimizin də ziyarət edib. Oradan da gedir evimizə. Bir xatirə şəkildə şəhidlər. Şəhid Aqil qardaşımız Naxçıvan Muxtar Respublikasının Şərir rayonunda şəhid olub. Məkanı cənnət olsun. Hacı buyurun. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ellahakumut tekasur hatta zurtumul megabir. Kalla sebbe te'alemun. Thumme kalla sebbe te'alemun. Kalla lev te'alemune ilmel yakin. Leterabbunnel cehim. Thumme leterabunneha aynel yakin. Thumme letus'alunne yavme izin anin naim. Kulli nefsun zaiqatil maut. Thumme ileyne turcaun. Qalu inna lillahi ve inna ileyhi raciun ve evladina ve ecdadina. الأرواح جميع المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا روح الخاصية مرحوم المغفور المبرور المعلوم وبحق محمد وآله وبحرمة السورة الفاتحة. الحمد لله. لم يلد ولم يولد ولم يكن. Ələmli qəbristanlığından gedirik şəhidlər abidə kompleksinə.
Əziz izləyicilərimiz gəldik Şəhidlər Abidə kompleksinə, ümumi şəhidlərimizi ziyarət etməyə. Gəlin, buyurun alırız. Buyurun. Hal-hazırda iş gedir kompleksin ərazisində. Ümumi dəstək olanlara təşəkkür edirik. Düz şəhidlərimizin yanına. Hayır, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun inşallah. Hamımız dəstəyini verdi, bu da məndən elim obama dəstək. Allah əski eləməsin sizləri. Amin. Allah canınızı sağ eləsin. Əziyyət çəkirsin. Müəllim. Bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun inşallah. Keçin. Əziz izləyicilərimiz, bax bu parkada Ləmbəran kəndimizin fəxri oğlu, Respublika əhəmiyyətli xeyriyyətçimiz Mədət Əmi Abdullayev inşa etdirib. Hüquqi cəhətdən verdiyi dəstəyə görə qüdrətli dövlətimizə və kəndimizin icra nümayəndəsi Yusuf müəllim, bələdiyyəmiz Qaraş müəllimə Ləmbəran cəmiyyəti adına təşəkkür edirəm. İndi də bax gözəl işlər gedir, yüksək səviyyədə rəşadqalar çəkilir. Bu işlərdə də, ümumi abadlıqda da, hər üç xeyriyyə cəmiyyətində, hətta xeyriyyə cəmiyyətində olmayanlardan da, kimlər ki, bura dəstək verir, Allah hamısına razı olsun. Dəstək verənlərə, ustalarımıza, gələn, gedən, bütün maraqlanan insanların hər birisinə təşəkkürümüzü bildiririk. Allah hamısına razı olsun. Bakıdan, Bərdədən, Mingəçevirdə, Rusiyada, hər yerdə yaşayan Ləmbəranlarımız, bax, bu əzəmətli parkın abadlığına dəstək verirlər. Allah hamısına razı olsun. Hər birisinə təşəkkürümüzü bildiririk. Hadi buyur. Allah kömək olsun bütün Ləmbəran övladlarına, harda yaşamağından asılı olmayaraq və xüsusi cənfaşanlıq eləyən bu işin təşkil olunmasında, xüsusi cənfaşanlıq eləyən övladlarımıza daha çox təşəkkür edirəm. Allah razı olsun. Heç nədən demək olar ki, heç nəyə əsirgəmirlər, əllərdən gələn eləyirlər. İnşallah Allahın izni ilə yaxın bir günlərdə möhtəşəm bir gözəllik yaranacaq burada. Həmən o oğlanların sayəsində, həmən o övladların sayəsində. Allah başlarından töksün. Allah bilirlər ki, onlar müqəddəs bir yerə pul xərcləyirlər. Tarix yazırlar. Allah hamısından razı olsun. Allah köməklər olsun inşallah. Amin. Təşəkkür edirik. Hər birinizə minnətdarıq. Sağ olun. Bütün iştirakçılara, gələnlərə, gözəllik qatanların hər birisinə minnətdarlığımızı bildiririk. Allah sizləri var eləsin. Əziz izləyicilərimiz, o dördünə keçinlər. Canınızı sağ eləsin.
Sağ olun mənim kəndimdə. Şanlı bayraqlarımızın dalğalanması üçün candan keçən bütün qardaşlarımızı bu gün hörmət və izzətlə andıq. Allah hamısına rəhmət eləsin şəhidlərimizə. Allah Teala yaralılarımıza şəfa versin, ordumuzu qorusun, Allah can sağlığı versin. Əziz izləyicilərimiz, bugünkü gündə belə yekunlaşdırdıq. Kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın. Paylaşın ki, dünyanın hər yerində olan milyardlarla insanlar sizlə məranları görüb əhsən desinlər. Qüdrətli olan Allaha əmanət olun. Növbəti çəkilişlərdə görüşənə qədər. Bugünkü tədbirdə bax bayraq tutan, şanlı bayrağımızı dalğalandıran bacım oğlu Əliyə və kamera çəkən operator oğlum Tahirə təşəkkür edirəm. Allah sizi var eləsin, ağıllı. Ustalarımız da işləyirlər, Allah canlarını sağ eləsin. Çək görüm, Tahir. Ustalarımız işləyirlər, əlləri qolları var olsun. Allah canlarını sağ eləsin. Ustalar, əliniz qolunuz var olsun. Allah sizlərə can sağlığı versin. Uğurlar olsun. Qəşək yüksək səviyyədə iş gedir. Burada da Turab qardaşımız gelişləyir, Allah canlarını sağ eləsin. Əlləri qolları var olsun. O birisi kimdir? Nəziməddin də oradadır. Bax, Allah ömür versin hamısına. İşləyirlər. Yüksək səviyyədə iş gedir. Nəziməddin salam. Allah sizləri var eləsin, gözəl insanlar. Uğurlar olsun sizlərə. Hə, əziz izləyicilərimiz, belə yekunlaşdıq inşallah. İlyas müəllim, xoş gəlib bizə. Səfa gətirib. Allah canını sağ eləsin. Ləmbəranda bir dənə kasıb ailə var. Ona da yardım gətirib, bax, yaxından çək edir. İnşallah İlyas müəllim, sizin adınızdan aparıb təqdim edəcəm, arxayan olun. Allah qəbul etsin. Əmimizin də şəhid qardaşımızı çək, Tahir, hədə. Çəkdim. Şəhidimiz də çək. İlyas müəllimin qardaşıdır. Bərdənin Hazarlı kənd tam orta məktəbi şəhid Elxan əminin adını daşıyır. İnşallah onu da düzəltdirib abidəmizə qoyacaq bura. Şəhidlər adresi. Məhəmməd əmi sizə hoş gəlmişsiniz. Sağ olun, var olun. Əmimizin gəlişinə görə qarpız gətirib pay. Sağ olsun. Qarabağ döyüşçüsü bizim veteran əmimiz. Gəlin. Hoş gəlmişsiniz. İlyas müəllim, Məhəmməd əmi hoş gəlmişsiniz. Allah sizləri var eləsin. Heç kim gəlmədi. Elə siz gəldiniz. Elə bu da bizim ehsandır, şəhidlərimizin adına. Allah qəbul. Eyni zamanda mübarizəmin adına. Allah qəbul. Hamı dağılışdı getdi, hamının işi gücü vardı. Dedik, hamısına dedik, evə də dəvət elədik, gəlmədilər. İlyas müəllim də Bərdən Hacılı kəndindən gəlib, şəhid Elxan əminin qardaşıdır. Hacılı kənd tam orta məktəbi Elxan əminin adını daşıyır. Hoş gəlib, səfa gətirsiniz. Hoş gəlib. Məhəmməd əmi də 1-ci Qarabağ döyüşündə döyüşüb, veterandır, bizim dəyərlərimizdir, sağ olsun. Maşın cəhətləndə birinci kömərək. Allah Teala tədbirə gələnləri, iştirak edənləri, ulaqda olub gələ bilməyənləri, ürəyindəki deyirlər ki, şart bizliği deyil. Həmin insanlardan da razı olsun. Allah qarını sağ olsun, Allah bütün şəhidlərimizə, öyrənlərimizə rəhmət olsun. O ürəkli sizdə var, o ürəyə nə desək? Çox sağ olsun. Allah razı olsun. Allah o ürəyə nə görə deyirsin? Balaların xoşluğunu görürsən. Allah sağ olsun. Demək, Ləmbəran kəndimizin abadlığına da ümumi dəstək olan bütün insanlara təşəkkür edirik. 5 kimin adına Arif teşkili eləmirik, elə ümumi hamısına təşəkkür edirik. İlyas əmi də elə Ləmbəranlıdır, Mədət əminin birisi oldu. Başqa kətlərdə kimlərlə bağlılığımız var, qohumluğumuz. Elə bir lisəsinin adını çəkin, elə bu Ləmbəran tanımayan adı siz tanısın. Rəhmətli Gülmündən əmin. Qəhrəman əmin. Allah qanı. Asif dayım sanları. Adı Asif baba yeyir. Oğlanları. Yusuf əmin. Yuxar kəndin demək olar Şiyaz. Burada oldu sizin eviniz. Allah evini həmişə şən eləsin, belə bərəkətli eləsin. Ruzuna Allah Teala bərəkət versin. Sağlığa da sağlıq versin.
İnşallah ki İlyas Əmiyi qardaşı İlhan Əminin şəhidinin şəklini gətirir, onu da abidəmizə qura bilir. İlyas Əmiyi Ləmbəran kəndində 50 nəfərdən artıq insanları az sənətlər verib, yerini təmin etmişdir. Bir neçə nəfər ailənin dəyərdən təmin edir. 100-dən də çox şalvar gətirib inşallah onda yaxın günlərdə şiş şalvarlar. Onu da hədiyyə olaraq kəndinin aksiyalarında işləyənlərə və az sənətli ailələrə pay edir. Bugün də bir dənə pay gətirib, Ləmbəran kəndində bir dənə ailə var demişdim. İnşallah onları təqdim edirik. Allah qəbul etsin. Şəhid Mübariz Əmi və qardaşımız içində olmaqla bütün şəhidlərimizin hamısının eldə də, işlərdə, kəndimizə, elimizə olanda köməklərin, hamısının ölənlərinin ruhlarına el-Fatihə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal mustakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allah Teala tüm şehitlerimize, tüm ölenlerimize rahmet eylesin. Amin. Allah kabul etsin. Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. Biz 1-ci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik. Amma torpaqlar da getdi. İndi hər bir həlak olan insan əvəz olunmazdır. Ancaq 2-ci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirir. Və buna da nail oldu. Biz hər zaman bir də demək istəyirəm ki, onlara borclu olmalıyıq. Gənc nəsildə daim bu ruhda tərbiyə almalıdır və onların qəhrəmanlığı unudulmazdır. Misli bərabəri yoxdur ki, belə ağır coğrafi məkanda bu tarixi qələbəni qazanmaq, düşmən ki, bütün yüksəkləri götürmüşdür. Bax, buradan istənilən istiqamətə gedəsən, görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar. Bunu yarmaq, ateş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bəlkə də dünya hərbi tarixində olmayıb. Olubsa qoy bizə desinlər harada olub. Olmayıb. Bunu Azərbaycan xalqı göstərmişdir. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.